Herkese salam. Bu günləri sıfırdan məntiq dərsimizin ilk videosuna başlayırıq dövlət qulluğu üçün. Bugünkü mövzumuz şifrələr mövzusudur. Şifrələr mövzusundan bir neçə dənə magistr ol kitabından işləyəcəyik və təkləri mən işləyəcəm. Cütləri isə siz evdə özünüz üçün praktik edə bilərsiniz. Şifrələr mövzusuna keçməmişdən öncə qısa bir şəkildə şifrələr haqqında məlumat verim. Şifrələr mövzusu müəyyən sayıların olsun, hərflərin olsun, işarələrin olsun, müəyyən bir elementlərlə kodlaşdırılmasına deyilir. Məsələn, burada əsas bir nüans vardır ki, birinci sualda qeyd olunub ki, hər biri məsələn, dəcə sözündə D birinci yerdə dayanırsa, kodlaşdırmasında da birinci yerdə dayanan R hərfidirsə, deməli D-nin kodu R hərfidir. Amma digər bir suallar qarşımıza çıxdıqda isə görəcəksiniz ki, burada belə deyil və orada fərqli bir şəkildə verilir. Artıq D-nin kodu, məsələn, F-nin yerində də, kodlaşdırılma yerində F-nin yerində də dayana bilər. Bu tipdə ola bilər. İndi gələk biz dəcə sözünün kodu əsasında digər sözlərə də baxaq. Deməli, burada nələr verilib? Dəcə sözünü Roxbef sözü ilə kodlaşdırılıb və bizdən zadə sözünü istəyir. Neyinirik? Baxın, ilk sıfırdan başlayanlar üçün izah edirəm. D harda dayanıb? Birinci, düzdürmü? Deməli, R da birinci dayanıb. Yəni, D-nin kodu R olacaq, Ə-nin kodu olacaq O, Z-nin kodu olacaq X, C-nin kodu olacaq deməli X, Z-nin kodu B, C-nin kodu B, A-nın kodu E və H-nın da kodu olacaq F. Deməli, indi bizə nə lazımdır? Z-la başlamalıyıq, düzdürmü? Zadə sözün lazımdır, düzdür. Z-nin kodu nədir? X. X-nı yazdım. A variantı gedir. Sonra A-ya baxıram ki, A-nın kodu nədir? E. Deməli, X. Buradan da hansı variantımız gedəcək? C variantımız gedəcək. Ondan sonra Z-nin kodu nədir? Z-nin yox, bizə lazımdır D-nin kodu. D-mizin kodu nə idi? Birinci dayanan R, X və buradan da avtomatik nə edirik? Biz hansılar silirik? D variantı gedir ki, B yazılıb. Y variantı gedir ki, F yazılıb. Və cavab nə oldu? B variantı. İndi keçirik. İkinci sualı siz evdə özünüz yazarsınız. Əgər nəsə problem yaşansa, yorumlarda qeyd edərsiniz, sonra onu da izah olunar, yəni həmin sualda. Üçüncü sualımıza baxırıq. Belə bir sual bizi qarşılayır ki, oranqutan sözünün kodu verilir və bizdən natiq sözü istəyir. Bizdən hansı hərflər istəyir? N, A, T, I və nə? Q sözün kodları istənilir. Düzdürmü? Baxıram ki, oranqutan sözündə natiq neçənci hərfdə dayanır? İşarələyə də bilərsiniz, belə də baxa bilərsiniz. Dördüncü yerdə dayanır. Düzdürmü? Gəlirəm, sayıram. Rəqəmlərdə görürəm. Dördüncü nə yazılıb? 1. Deməli, N-mızın kodu nə olacaq? 1. Ona görə hansılar gedir? Y və C variantı gedir. Sonra baxıram ki, A lazımdır mənə. A üçüncü dayanıb. Üçüncü dayanan da nədir? 5-dir. A-mız 5 olur. Hər ikisi, üçü də 5-ləndir. Sonra baxıram ki, T-mız nədir? T-mız axırdan üçüncü. Yəni, nə olacaq? 8. Deməli, A variantı da gedir, 7 yazılıb, 8-in yerinə, yəni 3-cünün yerinə. İ-miz yoxdur ümumiyyətlə. İ əgər ümumiyyətlə, məsələn, verilən sözdə həmin hərf olmayanda başqa bir rəqəm seçməliyik. Yəni, mən i-nin yerinə 3 yaza bilmərəm. Niyə 10-undur? 6 yaza bilmərəm, niyə R-nındır? Və yaxud da 5 yaza bilmərəm, niyə A-nındır? Ona görə də mən burada nə 3 yaza bilərəm onun yerinə, nə 6 yaza bilərəm, nə 5 yaza bilərəm, nə 1 yaza bilərəm, nə 7 yaza bilərəm, nə 9 yaza bilərəm, nə 8 yaza bilərəm. Yəni, bilmərəm. Deməli, yaza bilmərik, yəni. Deməli, baxıram ki, i-nin yerinə gətirib nə yazıb? 0, bir də 9. Axı 9 yaza bilməz. Niyə? Çünki 9 nəyin kodudur? Bizdə Q hərfinin kodudur. 9-u götürüb, yox, Q-nın yox, bircə dəqiqə bizdə 9 nəyin kodu olur? T-nin kodudur. Yox, T-nin da deyil, U-nun kodudur. Deməli, biz 9 yaza bilmərik deyənə B gedir, qalır nə variantı? D variantı. Çünki 0 buradakı kodlardan heç birində yoxdur. Həmçinin də bilirik ki, Q-nın da kodu nədir? 7-dir. Amma o ilə cavab tapa bilməzdik. Sonra 4-ü evə yazarsınız. 5-ə baxaq.
5-də bizdə metodik sözünü istəyir və burada avtomatik birinci m gəlib. Baxıram dərman sözündə m neçənci gəlib? 3-cü. Yəni nədir m? 3 bucaqdır, düzdür? Burada 3 bucaqdır 3-cü gələn. Ona görə hər 5 variantda 3 bucaqdan başlamışıq. E-yə baxıram. Xəkiş sözündə E axırdan ikincidir. Yəni L gəlməlidir. Hər birində L gəlməyib. Y variantını çıxırıq ona görə. Sonra T-ya baxıram ki, T xəkiş sözündə üçüncüdür. Amma biz qarışıb buradan sayarıq birdən. Yəni burada da bir fiqur var. Üçüncü, yəni nə olacaq? Kvadrat. Kvadrat. B variantı ona görə gedir. Qaldı ACD. O-ya baxırıq ki, o hərfi ümumiyyətlə yuxarıdakılardan yoxdur. Gəlib baxıram ki, onun yerinə C yazıb. Deməli, C yaza bilməz. Niyə? C nəyin kodu olacaq avtomatik olaraq bizdən? R-nın kodu olacaq burada. Dərman sözünə baxsaq. Sonra baxırıq ki, Z ola bilər. Deməli, Z yazırıq onun yerinə. D istəyir bizdən. D-miz nədir? Plusdur. Buradan bilirik ki, dərman sözündə birinci gəlib. Dərman sözündə birinci işarəsi nədir? Kodlaşdırılması. Plusdur. Sonra baxıram ki, bizdən istəyir i-ni. İ-miz yenə yoxdur. Nə xəkiş sözündə, nə dərman sözündə. Deməli, nə etməliyəm? Fərqli birini qoymalıyam yerinə. Yəni, m-dır bu da. Fərqli bir olanı m-dır. Çünki hər iki variantda da m verilib. Həm də digər sözlərdə də həmin kodlaşma yoxdur. Q-yə baxıram. Xəkeş deyilir, düzdürmü? Və dördüncü. Bir metodikdir. Yəni K-dan K eynidir. Onsuz ki, yəni kodlaşmasını birdən deyirsiniz ki, xəkeşdir, metodikdir, amma yenə də K eyni yazıldığına görə eyni kodla ifadə olunacaq. Burada da Q-miz nədir? Dördüncü. Xəkeş sözündə dördüncü gəldiyinə görə 2, 3, 4 və bölmə işarəsindən istifadə olunub. Burada D-də vurma istifadə olunduğuna görə olmayacaq. Çünki vurma n-nındır. Baxın, ulduz işarəsi n-nın kodudur. Ona görə olmayacaq C variantı. Yəni, çıxdaşla da tapa bilərdiniz. Sadəcə ilkin dərslərdir deyən tam öyrədilir. Sonra 7-yə baxaq. Altını da yazarsınız evdə. 7 də eyni tipdədir. Burada da birinci hərfimiz gəlir H. Üçüncü hərfimiz gələcək. C sözündə üçüncü hərfimiz olacaq. Ulduz işarəsi. Deməli, buradan D variantı avtomatik görür ki, silinir. Sonra bizə lazımdır A hərfi. A hərfinin kodu ulduzdur. Burada da hər biri olur. Q hərfi. Q hərfi 7-dir. Sonra S lazımdır bizə. S yuxarıdakılardan yoxdur deyənə fərqli bir şey qoymalıyıq. Yəni, dördüncünün yerinə. Gətirib bura 4 qoyub. 4 ola bilməz. Niyə? C sözündə ikinci gələn E hərfinin kodu 4-dür. İkinci gələn. Sonra burada verib mənə 2. Niyə 2 ola bilməz? Çünki 2 nəyində? B-nındır. Düzdürmü? Batıq sözündə fikir versəz, B birinci gəlib və orada 2 yazılıb. Yəni, B-nın kodudur. Sonra baxıram ki, burada 1 də ola bilər, 8 də ola bilər. Ona görə digər hərflərə diqqət yetirməliyik. Deməli, sonra haqsız S-nı tapmamışıq. Hələ I-ya baxırıq ki, I-miz nədir? Kvadratdır. Z-miz nə olacaq? Plusdur. S plus olduğuna görə Y variantda gedir. Fikir versiniz, bölmə işarəsi qoyulduğuna görə Y-ni də silir və cavabımız qalır B variantı. Sonra 8-ə baxarsınız, 9-a baxaq. Bizdən burada hərflər verilib və fikir versəz, hərflərin yerləri qarışdırılıb. Meydanla Denmay eynidir. Necə qarışdırılıb? Baxın, indi bunu izah edəcəm bu tipləri. Meydan. Bir dəqiqə, səliqəli qısa bir şəkildə yazaq ki, hər birinə yer olsun. Buradan başlasam M, E, Y, yenə çatmır. A və N, belə yazaq. Baxın, meydan sözündə M birinci hərfdə dayanıb, amma digərində neçənciyə gedib çıxıb? Dördüncüyə, düzdür. M-nı yazıb dördüncü. Birinci hərfi gətirib dördüncü yazıb. E-yə baxsaq, E olduğu kimi yerində qalıb. İkinci idi, ikinci olub. Y-ni aparıb, hara yazıb? Axırıncı. Neçənci hərfdir? 3, 6-cı. D gəlir, çıxır birinciyə. Sonra A-nı gətirib yazıb. A olduğu kimi qalıb yerində. Bir dəqiqə. Mən deyəsən səhv elədim. Meydan. Yenidən baxaq bu sualımıza. Bir dəqiqə. Rahat bir şəkildə yaza bilmirəm deyənə. Biraz yaxınlaşdıra bilsəydik. Aha. Deməli, burada bizdə meydan sözündə meydan M-nı gətirib yazıb neçənci?
3, 4-cü. Deməli, m-mız olub 4-cü. 1-dən 4-ə aparıb. Birincini aparıb 4-ə. Yəni, t-nı aparıb yazmalıyım 4-ə. Sonra e-mizi gətirib elə ikinci idi. İkincidə yazıb. Bunu da yazdıq. Y-yə baxaq. Y-mız 3-cü dayanıb. Aparıb yazıb neçənci? 3, 6-cı. Düzdürmü? Bunu da tapdıq. D-mıza baxırıq. D-mız olub. D-mız neçəndidir? 4-cü 1-ə yazıb. Deməli, 4D-dır 1-ə yazıb. Sonra A-ya baxaq. A-mız elə 5-cidir. 5-cidə dayanıb. A. 5-cini, yəni 5-ciyə aparıb. N-nı da aparıb hara? 6-cını da aparıb 3-cüyə yazıb. N da oldu 3-cü. İndi bizdə tüfəng sözündə də eyni qədər hərf var. Yəni, birinci dayanımız nədir? T. T-nı aparıb yazacaq 4-cü. 1, 2, 3, 4, 5 və 6 dənə xət çəkdik. Çünki 6 hərflidir sözümüz. Və t-nı aparıb 4-cü yazırıq. T-mızı apardıq 4-cü yazdıq. Sonra ü, ikinci dayanım elə yerində də dayanmalıdır. F, üçüncü dayanım gedib 6-cıda dayanmalıdır. 4-cü dayanım gəlib 1-ci dayanmalıdır. Çıxdaşla da eləyə bilərsiniz, amma sıfırdan da dərs deyəndə tam izah etmək istəyirəm ki, hər bir kəsə aydın olsun. Elə insan var ki, çıxdaşı anlaya bilmir və yaxud da yeni başlayıb deyəndə hər hansısa bir qaranlıq mövzusu qala bilir. Sonra n-mız neçəncidir? 5-ci. 5-ci elə 5-cidə yerində dayanacaq. C-mız da ki, gəlir dayanır 2-ci yerdə. Bu da hansı variant olur? Ə, ü, c, t, n, f. Ə, c, t, n, f, t, n, f, b. B variantımız olmuş olacaq. Sonra onu evdə yazarsınız 11. Burada da neyniyib? Fikir versəz, kredit sözündəki hərflərdən istifadə edib. Amma hansı hərflərdən və necə? Baxın, Q neçənci dayanıb? Q birinci dayanıb, aparıb hara yazıb? 4-cüyə, düzdürmü? Q birinci dayanıb, aparıb 4-cüyə yazıb. Sonra R dayanıb ikinci və R-nı yerində saxlayıb E-ni götürməyib fikir versəz, D-nı aparıb 4-dən 3-ə yazıb. İni də aparıb əvvələ yazıb fikir versək. Həmçinin təmsil sözündə elə. İndi dövlət sözündə gətirirəm 4 dənə xətt çəkirəm. D-nı gətirib yazıram bu axıra. Variantla gedək, bu dəfə rahat olsun deyənə B-ni sildik ona görə. Və bizdə Ö-nü götürüb, Ö-nü saxlayıb olduğu kimi yerində. Və burada avtomatik hansı variant gedir? Bu gedir A variantı və Y variantı. Qaldı C ilə D. V hərfim V. V-nı götürməyib L-ya baxsaq. L-nı aparıb 3-cü yazıb. L-nı. Ə-ni aparıb 1-ci yazacaq və L-nı apardığına görə avtomatik elə D variantı gedirdi, cavab qalırdı C variantı. Sadəcə yekuna qədər izah etmək istədim. Sonra 13-cü sualımızın izahına baxaq. Bu biraz fərqli bir tipimizdir. Çünki burada hər iki hərflər təkrarlanır. Yəni, birinci ikini aparacam. Buradakı A-nı birinci yazacağım. Sonra buradakı A-nı gətirib bu tərəfə yazacağım. Yəni, bu tipdədir. İndi başlayaq bunu da izah eləməyə. Bir dənə qələmi gətirim. Qasırğa sözündə baxın, neyiniyib? Q-nı bir dəfə gətirəcək, hara yazacaq? 3-cü idi, 1-ci idi, hara yazdı Q-nı? Deməli, 2, 3, 4-cü, düzdürmü? 4-cüyə yazacaq. A-mızı gətirəcək, bir dəfə 1-ə yazacaq. Bir dəfə 1 ilə hesablayacaq. Bir dəfə də buradakı A-nı bir dəfə 1-ci ilə hesablasam, bir dəfə də neçənci ilə hesablamalıyam? Bu ilə cavab çıxacaq əslində. Bir dəfə də hesablamalıyıq. Bir dəfə də hesablamalıyıq 4-cü ilə, düzdür? Yox, 3, 5-ci ilə. Bu tipdə hesablasam, yəni bir dəfə bu A-larımızın, Ə-lərimiz bir dəfə 1-ci dayanacaq, bir dəfə 5-ci dayanacaq. İndi variantlardan bunu tapmağa çalışırıq ki, bir dəfə 5-ci dayansın, bir dəfə də 1-ci dayanmalıdır. İndi baxın, 5-ci dayansa əgər, 5-ci dayansa, yəni axırdakı A-ım gəlib bir dəfə qabaqda dayanacaq. Çünki bu bir dəfə qabaqda dayanıb. Ona görə i-yin bir dəfə qabaqda dayanmalıdır. Bir dəfə də bu A-nın yerində dayanan H-la hesablayacağım. Baxın, bir dənə H. H harda dayanıb? Deməli, H-mız gəlib dayanıb
Bircə dəqiqə. Bu A qabağa keçməlidir. Yəni bir dəfə H ilə olmalıdır, bir dəfə Ə ilə. Amma indi Ələrin yerində dedik axı, hardasa dayanmalıdır. Düzdürmü? Bizdə Ələrimiz gəlib dayanıb Q'nın yerində. Q'mız harda dayanmışdı? 4-cü baxsaq. Deməli, mənim bir dəfə Ə'm 4-cü dayanmalıdır. Digər Ə'm neçənciyə düşür? 4-cüyə. 4-cü hərfimiz nədir? I. Bir dəfə də I-nın yerində dayanmalıdır. Baxın, bir dəfə də I-nın yerində dayanacaq. Yəni, gəlib axırda dayanmalıdır. İndi nə edirik? Heç nə. Bir dəfə H-lığına götürəcəyik. Hə, heç nə. Belə edək o zaman. Bircə dəqiqə tam buranı pozum, sizə tam aydın bir formada izah edək. Deməli, nə edirik? Q'nı yazırıq. Q'mızın kodun elə bil ki, Ə'nin eyni istiqamətdə getməlidir də bayaqkılar kimi. Q'mız harda dayanmışdı? 4-cü, düzdürmü? Gəlirəm 4-cü dayanan Ə'nimi tapıram. Bu 4-cü. Burada 5-ci dayanıb. Bir dəfə də Ə'm harda dayanmalıdır? Baxıram I-nın yerində, yenə axırda dayanmalıdır, düzdür? Baxın birincidə 1, 2, 3, 4, 5-ci dayanıb. Deməli, birinci ola bilməz. Sonra baxıram ki, 4-cü dayanıb, bu ola bilər. Çünki Q'nın yerində dayanmalıdır bir dəfə. Bir dəfə yenə baxıram. Burada da 4-də də 3-cü dayanıb, ola bilməz. Yəni, bir dəfə Ə'm dayanmalıdır 4-cü yerdə. Və axırıncı yerdə, 4-cü və axırıncı yerdə. O da olur 2 və 3. Cavab da olur C variantı. Ümidvaram izahım aydın oldu sizə. Sonra 15. 15 də bu tipdədir. Evdə işləyərsiniz, 14 də bu tipdədir. Sonra. Bunlar hamısı o tipdədir. Məsələn, bu tipdə sualımız var ki, bayaqkına oxşur. Əyləncə, ingilislər və gəlincik sözü. Cığımız başlayıb hardan? Baxın, diqqətlə baxsaz. Bayaq izah etməyə çalışdığım hissə budur. Baxın, artıq 7-lər yanaşı gəlib deyənə demək ki, qarışıq verilib bizə. Yəni, 7-lərim onda nədir? İ'dir. Baxın, ingilis sözündə neçə dənə İ hərfi var? 3 dənə. Deməli, 7 onda İ'dir. Əgər 7 idisə, deməli, 2 dənə 7 olmalıdır. Baxın, gəlinlik. 2 dənə 7 olmalıdır. Onda A variantı gedir. B'də də bir dənədir. Sonra D ilə qaldı məndə Y variantı, düzdürmü? İndi baxırıq ki, məndə hansı hərflər təkrarlanıb? L hərflərim, düzdürmü? Baxıram ki, ingilislər sözündə 2 dəfə təkrarlanan hərfim nədir? L hərfi. Bu da onda L-ım oldu 4. L-ım 4-sə, Y variantında da L-dan neçə dəfə istifadə edib? 2 dəfə, o da olur D variantı. Sonra bu qədər. 20-yə qədər evdə işləyərsiniz. Qalanın izahını isə gələn görüşlərdə izah edəcəm.